Məlum olduğu kimi Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada keçirilən qələbə tədbirində iştirak eləyib. Tədbirdə iştirakı ilə bağlı baş nazir bir sıra tənqidlərə məruz qalıb. Ermənistanın Hakim Vətəndaş Sazişi partiyasının deputatı Asmik Akopyan isə bu tənqidləri əsassız hesab eləyib. O bu barədə yerli jurnalistlərə söhbətində danışıb və bildirib ki, Ermənistanın baş naziri niyə bu tədbirdə iştirak etməməli idi? Rusiya bizim üçün mübahisəli tərəf deyil. Biz tərəfdaş ölkələrik və iki tərəfli maraqları nəzərə alaraq əməkdaşlıq edirik deyə erməni deputat bildirib. Jurnalistlərin isə Ermənistan baş nazirinin müttəfiq sayılan ölkəyə səfəri zamanı həmin ölkənin prezidenti ilə rəsmi görüş keçirməməsini necə qiymətləndirirsiniz sualına isə Akopyan belə cavab verib. Mən bunu dəyərləndirə bilmərəm, çünki rəsmi iki tərəfli görüş olmaya da bilərdi. Amma başqa formatlarda əlaqələr olub. Bu mütləq bayraq asmaq, bir yerdə əyləşmək və danışmaqla məhdudlaşmır. Ünsiyyət müxtəlif formatlarda da baş tuta bilər deyə deputat cavabında bildirib.